din test toplusu aldehydə bölməsi səhifə 238 122-ci suala baxaq. Burada verib alkan və aldehid molekül kütlələri eynidir. Və alkanda bütün karbon atomları sp3 hibrit vəziyyətdədir. Və deyir ki, sp3s yəni sp3 karbon, s hidrogen arasında reaktorun sayı, sigma reaktorun sayı 10'dur deyir. Yəni bu nə deməkdir? Hidrogen sayı qədər deməkdir. 2 bərabərdir 10, n bərabərdir C4H10. Bunun da molekül kütləsi neçədir? Neçədir? 58'dir. Yaxşı. İndi aldehidlə molekül kütləsi 58'dir. Aldehid də yazılır CH2NO. Bunun da molekül kütləsi 58'dir. Yəni A 58'dir. 14'dir, istəyəcək 16, 58. Nəyə bərabərdir? 3. Yəni C3, H6, O. C2, H5, COH. Burada S3S sigma raddəsi nə qədərdir? Bu sp3'dir, bu qalan karbonlar sp3'dür. Yəni sp3 karbona birləşən hidrogenlərin sayı 5'dir. 2S5 saat 5'dir. %124. Eyni mol miqdarda götürülmüş etanol və propanol. Eyni molda amol, etanol, amol, propanol. Qaç və gümüş piroksidlər daxil olduqda istəyirsən 14 gram gümüş alır. Gümüşün də ayrı 108'dir. Yəni 108'e bölsə neçə mol deməkdir? Sıfır 8 mol. Deyək ki, gümüş alır. Məsələn, etanol da gümüş piroksidlər sirkə turşusu və gümüş alır. 1 mola 2 mol. Dedi ki, məsələn, amolsa nədir? 2 amol. Propanol da həmçinin. Bu da gümüş piroksidlər. Nə alır deməli? Propion turşusu, bir də gümüş. Bu nədir? 1'ə, ikincə amola, 2 amol. Və cəm nə qədər olur? 4 amol. 4 amol bərabər 0,8. A nəyə bərabər olur? 0,2. Hər biri 0,2 moldursa, onda propanolun kütləsi nə qədərdir? Yəni 0,2 molu vurup nəyə?
58 neçə eləyəcək? 11,6 qram. Yüz 25-ci sual. Hər iki reaksiyanın məhsulun içində 50%. 8 mol dəm qazı götürülür. Çıxım 50%-dirsə, 8 mol dəm qazının 50% reaksiya daxil olur. Yəni, nə qədər reaksiya daxil olur? 4 mol. Birinci, dəm qazı hidrogenlə reaksiyası alınır metanla. 1'ə 1, 4'ə də 4 mol. Çünki 50%. Düzdür. Sonra metris bir tane. Sonra bunun ikinci tərliyi. Metanol mis 2 oksidlə aldehid alır. Formaldehid. Mis və sol. 1'ə 1, 4'ə nədir? 4. Bu 100%'dir. Şimdi 50% çıxımda bilirsə, onda bu neçə mol? 2 mol. Cevap budur. Yüz 33. Alkan homolosada 7. nümayəndədir. Çərçin molekül kütləsi alır. Alkanda elin qiyməti neçədən başlayır? Birdən başlayır. Yəni, birinci nümayəndə metandasa, 7-ci nümayəndə, yəni C7H16. Bunun da molekül kütləsi neçədir? Bəli. 100. 100%. Aldehidlərə keçək. Aldehidin formulunu yazaq. CnHCl yazaq. Bunun molekül kütləsi 14-16. Yəni 100. A. Nəyə bərabərdir? 6. Yəni C6H12O. Birinci nümayəndəsi hansıdır yəni? Formaldehid. Yəni CH2 olur. Bunda C6H12. C6H12 oksid. Bu neçənci nümayəndə olur? 6-cı nümayəndə. Yəni biz aldıq. Aldehid nə? Keton. Sinif arası izomerdir. Formulları eynidir. Yəni CnHCl. Burada isə N'in qiyməti 3-dən başlayır. Birinci nümayəndəsi M3'dür. Yəni C3H6 olur, asetondur. Onda C6H12O deyirsə, bu neçənci nümayəndə olur bunlar? Bəli? 4-cü nümayəndə. Yaxşı, bu da Y-dir. 206, Y4. Cəm neçə olacaq? 200 Y. 10. 165.
alkal, aldehid, keton. Moleküler kütlələri adır. Eyni. Ketonun reduksiyası. Reduksiyası yəni hidrogenlə birləşməsi. Spitaldır. Və butanol üçün. Bu anda hansı ketondur? Butanol üçün. Butanol daha doğrusu. Yaş. İndi bunun da formulu nədir? C4, H8O. Bunun moleküler kütlesi neçədir? Necə? Yox. 72. A 72'dir. Karbon sayı, deməli ketonda karbon sayı Z4'dür. Yəni biz 64'dür. Aldehidlə keton eyni formuldur. Hə? Yəni bu da C4, H8 olur. Formaları eynidir. İzomerdir. Deməli aldehiddə də 4 karbon var. Y 4. Bəs alkal. Bunun da moleküler kütlesi, yani bu da 72'dir. 14'e üstüne 2, beraber 72. En beraber 5. Yani 2, 5'tir. Bunların cəmi nəyə bərabərdir? 2 üstəgəl 2, 2 üstəgəl Z. Bəli. Bəli. 4 üstəgəl 4 üstəgəl 5. 13. Yüz 37. Aldehid. İkiz aldehid. Aldehidin doymuş aldehidin yanması. Sen H2O. Yanma təni yazır, həm çallaşdırır. Üç yanı çok büyük, bölgesi 2. Evet. Şimdi burada gördüğümüz gibi bunun moleküler kütlesi neçədir? 14'ün üstəgəl 16. Bu A'dır. Karbon gazının kütləsinə qədərdir? 44'ün. Bu 2A'dır. İndi deməli belə çıxır, karbon gazının kütləsi bundan 2 dəfə çoxdur. Yəni 44'ün bərabərdir, hə? 2 vurulsun 14'ün üstəgəl 16. En neçə olar? En 2. Yani C2H4 yani bu hansı aldehiddir? C2 aldehiddir. C2H4. Mis2 hidroksitləşməsindən. Bunun mis2 hidroksitləşməsindən nə alır? C2 olursa alır. Mis-1 və su. Və deyir ki, alınan üzüm maddənin nisbi moleküler kütləsi. Alınan, yəni C2 atmışından da. Bunun da nisbi moleküler kütləsi neçə olacaq? Altmış.